Bu tip xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Büyüklərin maliyyə davranışları ilə bağlı müxtəlif fikirlər və astroloji yanaşmalar uzun illərdir insanların diqqətini çəkir. Astroloqlar hesab edirlər ki, bəzi büyüklər pullarını daha yaxşı idarə edir. Bəziləri isə emosional və ya impulsiv qərarlar səbəbindən maliyyə çətinlikləri ilə üzləşə bilirlər. Bu siyahı elmi fakt deyil. Astroloji şərhlərə əsaslanan əyləncə xarakterli məlumatlar. Siyahının 12-ci pilləsində Oğlaq bürcü qərarlaşıb. Oğlaq bürcü maliyyə intizamı ilə seçilən bürclərdən biri hesab olunur. Onlar gələcəyi düşünərək hərəkət edir, riskləri əvvəlcədən hesablayır və plansız xərclərdən uzaq durmağa çalışırlar. Oğlaqlar üçün pul sadəcə qazanc deyil, həm də təhlükəsizlik və sabitlik vasitəsidir. Buna görə də onlar adətən borcdan uzaq qalmağa üstünlük verirlər. 11-ci pillədə qız bürcü yer alır. Qızlar hər detalı diqqətlə analiz etməyi sevirlər. Bunlar alış-veriş edərkən belə bir neçə dəfə düşünən qiymətləri müqayisə edə və yalnız lazım olan məhsulları almağa çalışa bilərlər. Bu xüsusiyyət onların maliyyə vəziyyətini nəzarətdə saxlamasına kömək edir. 10-cu yerdə Buğa bürcü qərarlaşıb. Buğa bürcü rahatlığı və keyfiyyətli həyatı sevsə də maliyyə sabitliyini riskə atmağı xoşlamır. Onlar gələcək üçün vəsait toplamağa çalışır və maliyyə təhlükəsizliyinə böyük önəm verirlər. Bəzən emosional alış-veriş etsələr də qısa müddətdə yenidən maliyyə balansını bərpa edə bilirlər. 9-cu yerdə Tərəzi bürcü dayanır. Tərəzilər həyatın hər sahəsində olduğu kimi maliyyə məsələlərində də tarazlıq axtarırlar. Onlar bəzən gözəllik, rahatlıq və ya sosial fəaliyyətlər üçün əlavə xərclər edə bilərlər. Lakin ümumilikdə maliyyə imkanlarını nəzərə almağa çalışırlar. 8-ci pillədə Dolça bürcü yer alır. Dolçalar fərqli düşünməyi sevir və bəzən qeyri-adi layihələrə investisiya qoyurlar. Onların maliyyə qərarları ətrafdakı insanlara gözlənilməz görünə bilər. Bəzi hallarda bu qərarlar uğur gətirsə də, bəzən riskli nəticələrə səbəb ola bilir. 7-ci yerdə balıqlar bürcü qərarlaşıb. Balıqlar emosional xarakterləri ilə tanınırlar. Onlar həm öz istəklərinə, həm də yaxınlarının istəklərinə qarşı həssas davranırlar. Bu səbəbdən bəzən planlaşdırılmamış xərclər edə bilirlər. Bununla belə sonradan vəziyyəti düzəltmək üçün yollar axtarmağa çalışırlar. 6-cı pillədə Əqrəb bürcü yer alır. Əqrəblər maliyyə məsələlərində bəzən çox ehtiyatlı, bəzən isə kifayət qədər riskli qərarlar qəbul edə bilirlər. Onların xarakterindəki qətiyyət və özlərindən bəzi hallarda uğur gətirsə də gözlənilməz nəticələr də yarada bilər. 5-ci yerdə Qoç bürcü qərarlaşıb. Qoçlar sürətli qərar verməyi sevirlər. Bu xüsusiyyət bəzən maliyyə məsələlərində impulsiv davranışlara səbəb ola bilir. Astroloqlar hesab edirlər ki, Qoç bürcünün nümayəndələri alış-veriş və investisiya qərarlarında daha çox səbir göstərsələr, maliyyə vəziyyətlərini daha rahat idarə edə bilərlər. 4-cü pillədə Əkizlər bürcü yer alır. Əkizlər yenilikləri və maraqlı imkanları sevirlər. Onlar tez-tez yeni ideyalara maraq göstərir və eyni anda bir neçə layihəyə və ya məhsula pul xərcləyə bilirlər. Bu isə bəzən maliyyə planlamasında çətinliklər yarada bilir. 3-cü yerdə isə Şir bürcü dayanır. Şirlər diqqət mərkəzində olmağı və keyfiyyətli həyat tərzini sevirlər. Onlar özlərinə və yaxınlarına xoş anlar yaşatmaq üçün xərcləməkdən çəkinmirlər. Bəzi astroloji şərhlərə görə məhz bu xüsusiyyət onları maliyyə risklərinə daha yaxın edən amillərdən biri hesab olunur. Bəs görəsən siyahının 2-ci və 1-ci pilləsində hansı bürclər qərarlaşıb? Onların maliyyə davranışları nə ilə fərqlənir? Növbəti hissədə bu bürclərin xüsusiyyətləri haqqında daha ətraflı məlumat verəcəyik. Videonu bəyəndinizsə kanala abunə olmağı, videonu bəyənməyi və fikirlərinizi şərhlərdə yazmağı unutmayın.